Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 6 apreldən 13 aprelə qədər nələr gözləyir? Birinci, belə deyim də sizə, birinci balıqlardan başlayaq. Əslində, bu həftə mənim heç bir su ünsürü xoşuma gəlmədi. Deyim ki, bu həftə hansısa bir su ünsürü çox sağlam bir formada dayanıb, çox güclü formada dayanmış. Elə bir vəziyyət görmədim və vəziyyətiniz də mənim bu qədər qane eləmədi. Birinci, o demək istəyirəm ki, balıqlardan başlayanda balıqlar bu həftə heç nədən alovlanacaqsınız. Heç nədən hər şey sizi qane etməyəcək. Hər şeyə qarşı elə bir balaca narazıçılığınız normadan çox olacaq. Ailədə səbiyyətiniz çox olacaq, insanların sizi anlamamasına görə aqressiv şəkildə ifadələr, aqressiv şəkildə fikirlər olacaq. Pul maddiyyatla əlaqədar olaraq, gedişat olaraq bəli, şans uğurlu gəlir. Maddisal balansınızı, maddisal gücünüzü düzəldə bilərsiniz və bunu məncə də gələcəyə doğru bacarmağı yüksək səviyyədə bacaracaqsınız. Burada sadəcə məni narahat edən başqa bir məqam var. Çünki belə deyim də, səbirsiz formada yanaşdığınız yarımçıqlıqlar gələcəyə doğru sizi ciddi bir blokajı ala bilər. Gələcəyə doğru sizi belə deyim də, dəngesizliyə ala bilər. Və özünüzün düşünmədən danışığımız, bu həftə bacarırsa balıqlar ağzımıza dinimizə riayət edirik. Çünki düşünmədən danışdığımız bəzi nüanslar bizi ciddi bir şəkildə, necə deməyim, özümüzü qəfəsə ala bilər. Ciddi bir şəkildə olduğumuz mühitlərdən bizi soyuda bilər. Parlaqlığımızı, önə çəkilməyimizi bloklaya bilər. Bunlara fikir vermək lazımdır. Ayın 13-ünə qədər elə desəm daha yaxşı olar. 8-dən 13 aralığında bu daha çox aqressiv fon aktivləşir. Həftəlik ümumi şans olaraq 71%-ə qədər uğurlu etsəz böyük şeydir, amma hər cəhətdən deyim, pul var, sağlamlıq, xoşbəxtlik var, yox, monotonluq var. Bu sakitçilik də insanları xoşbəxt edən sakitçilik deyil balıqlar. Xərçənglərə gələndə, xərçənglərin kartları necə belə görəm. Xərçənglər ya özünüz oyuna salacaqsınız, ya da bu həftə oyunun içərisində olacaqsınız. Sanki həyatınızda baş verən heç nə real deyil. Həyatınızda baş verənlər sanki sizə aid deyil. Çünki qərarsızlığınız, məsuliyyətsizliyiniz, sağlamlıqla bağlı udarlarınız, nəfsinizə görə addım və hərəkətlərinizin bloklanması, ciddi bir qəfəs formasında qalmağınız, saf olaraq yanaşmalarınız, düzgün analiz etməməyiniz, hər şeyin səbəbi özünüzsüz. Elə bir özünüzü aldadacaqsınız. Özünüzü yarımçılıqda qoyacaqsınız. Özünüzü zamanın boşluğunda qoyacaqsınız. Görməməyə çalışacaqsınız bəzi nüanslar, amma burnunuzun ucunda olacaq. İstəklərinizlə hər şeyi idarə etməyə çalışacaqsınız, idarə edə bilməyəcəksiniz. Çox məsuliyyətli formada qalmayacaqsınız. Burada məsuliyyətsizlik var. Burada zaman çərçivəsinə doğru parçalanmış enerjilərin aktivləşməsi var. Bunlar sizə xoşbəxtlik gətirəcək bir vəziyyət deyil. Bu həftə sizin üçün həqiqi mənada kritik bir həftə ola bilər. Həqiqi mənada gözləmədiyiniz bəzi düşüncələrinizi, sözlərinizi, fikirlərinizi aktivləşdirməklə özünüzü bloka sala bilərsiniz və bu mənim xoşuma gəlmədi. Çünki bizim ətrafımızda qəfəs aktivləşirsə, bizim enerjilərimiz zaman çərçivəsinə doğru yarımçıqlıqda qalır deməkdir. Bu yarımçılığı da uzun müddətdə davam eləsə, sizin enerjinizi demək olar ki, bərpa eləyə bilməyəcəksiniz. Xərçənglər 65% qədər həftənizi uğurlu edə bilərsiniz. Alın, təzyiq, migren, qarmalit, baş ağrılar, bunlara ciddi fikir verməlisiniz. Əqrəblərə baxan, əqrəblərə dedikdə, əqrəblər belə deyim də, ən çox da iş, pul, maddiyyata doğru kökələnməlisiniz. İşi olmayan əqrəblər varsa, maddisal olaraq, pul olaraq özünüzü yeniləməlisiniz, güvəninizi bərpa etməlisiniz. Bu həftə əqrəblər elə bir vəziyyətəsiz ki, onsuz da ümidsizəm, onsuz da alınmayacaq. Onsuz da yarımçıq qalacaq. Mən bacara bilməyəcəm. Bu həftə o qədər deyingən vəziyyətdəsiz. Gözünüzün önündə olan şeylərdən önəmli, hər şeydən məqam, belə deyim də, hesablama olaraq, maddisal müdaxilə olaraq, mübadilə olaraq bunları düzgün analiz edə bilməyəcəksiniz. Ya hesablamamızda zəif var, riyazi məntiq olaraq, ya özünüz maddiyyatı düşünmədən addımlara. Çünki bu həftə maddisal əqrəblər düşüşlər yaşayacaqsınız, itkilər yaşayacaqsınız və bu həftə depressiv vəziyyətiniz çoxdur, təkliyiniz daha çoxdur əqrəblər. O qədər çox sevgi axtarsa, amma sevgi enerjiləri sizdə aktiv deyil. Keçmişin gələcəyə doğru aktivləşməsi var. Keçmişdən yarımçıq qalan sevgi, şəxsiyyətlərin düşüncələr olaraq, fikir olaraq təzədən qayıdışı var. Qaytarmayın əqrəblər, çünki siz karmik və kinli insanlarsınız. Bu sizin daha da içinizdə olan mənfiliyi, daha da olan negativliyi artıra bilər. Ümumi dəyərləndirsə əqrəb bürcü olaraq və gizlənməyiniz də normal deyil. Bu gizliliklərdən çıxmağınızı məsləhət görürəm. Ümumi dəyərləndirsə əqrəb bürcü olaraq 73%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. İşə doğru yönəlin, şəxsiyyətə doğru yönəlin. Çünki şəxsiyyətdə olan yarımçıqları düzəldə bilməyəcəksiniz əqrəblər.